Ramazan ayı, yəni rəhmət ayı. Ramazan ayı, yəni bərəkət ayı. Yəni qəlblərin təmizləndiyi aydır. Yəni dilin, gözün, qulağın qeybətdən, yalandan, böhtəndan uzaq qaldığı aydır. İnsanla şeytanın arasına məsafə düşdüyü aydır. Salam əziz və dəyərli Vilayət TV kanalının tamaşaçıları, bu vaxtınız xeyir olsun. Hər birinizi Furqan verilişində xoş gördük. Artıq 8-ci gündür ki, siz əzizlərin evlərinin qonağıyıq. Həmişə olduğu kimi yenə maraqlı bir mövzu ilə gəlmişik sizin görüşünüzə. Allah sizləri var eləsin. Allah bütün ibadətlərinizi, tutduğunuz orucları qəbul eləsin. Rəhmət və bərəkət ayında yetimləri əzizləmək Allahın bəyəndiyi əməldir. Allah qəlbi qırılmış bütün bəndələri sevindirsin. Bu ay xeyirxah insanlar üçün bir fürsətdir. Salam olsun bütün Allah dostlarına. Əziz tamaşaçılar, 8-ci günün duasına qulaq asaq, sonra verilişimiz davam edəcək. Bismillahirrahmanirrahim. اللهم ارزقني فيه رحمة الأيتام وإطعام الطعام وإفشاء السلام وصحبة الكرام بتولك يا ملجأ الآمنين. Bəli, dəyərli tamaşaçılar, fasilədən sonra verilişimiz davam edir. Bugünkü mövzumuz da çox maraqlı bir mövzudur. İnsanın maddi orqan baxımından həm iki hissədən çox günah edə bilir. Həm göz vasitəsilə, həm dil vasitəsilə. Bu iki vasitə insanı daha çox günaha, vəsvəsiyə, şeytana tərəf, nəfsə tərəf çəkir. Gərək biz bu iki üzvü neyniyək, məxsusən də bu Ramazan ayında qoruyaq və bunlara kontrolu öyrədək. Yəni Ramazan ayı bu iki üzvün kontrolun bizə öyrədir. İnşallah bugünkü verilişimizdə bu haqda danışacağıq ki, dili və gözü Ramazan ayında necə kontrol edək. Mövzumuzla əlaqədar studiyamıza çox dəyərli bir alim qonaq dəvət etmişik. Studiyamızın qonağı cənab Höccətülislam, alim, ustad Əhməd Purəkbər ağadır. Ustad, mən sizi salamlayıram, çox xoş gəlmişsiniz. Allah oruc və ibadətlərinizi qəbul eləsin inşallah. Salam ərz eləyirəm sizə və bütün izləyənlərə və xoş olam ki, xidmətinizdə var. Allah razı olsun, aleykum salam. Allah sizin kimi dəyərli alimləri ümmətin üstündən əsir etməsin. Ustad, çox mühümdür dil və gözün kontrolu. Buyurun, söz sizdədir. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah və sallallahu ala Muhammed və alihi-t-tahirin. Allah-u Teala buyurur ki, orucu sizə vacib elədik. Ləəlləkum təttəqun. Ona görə ki, təqvaya çatasız. Təqva məqamına çatasız. Və bu çörək yeməmə, su içməmə və orucun əhkamını yerinə yetirmə səbəb olar ki, insana bir yol açıla, insan təqvaya çata. Təqvaya çatanın əxlaqı var. Təqvaya çatan əxlaqda ən üstün insanlardan hesablaşır. Peyğəmbərimiz buyurur ki, o zaman ki, siz qarnınızı doldurursunuz çörəklə, yeməklə, içməklə və orucla öz cisminizi, öz bədəninizi və ruhunuzu tərbiyə eləmirsiniz, onda buyurur ki, sizin ağlınız və fitrətiniz zəifliyir. Elə bir ki, sizin vücudunuz görür ki, elə mən bədənin sözünə baxıram, ancaq dünyanın işlərinə baxıram. Hər nə ki, yeməlidir, tez istəyirəm onu alam, yiyəm. İçməlidir, özümə sahab deyirəm, özümə səbri örgətməmişəm. Ondadır ki, fikir, ağıl və ürək
meydandan uzaqlaşırlar. Deyirlər ki, bu hər nəyi göyür, yeyir. Hər nəyi istəyir, danışır. Heç bir səbir əhli deyil. Ağlın işə salmır ki, fikirləşsin, mən indi bunu yeməliyəm, bu sözü aya mən deməliyəm, ya yox. Və buyurur ki, o zaman ki, bir oruc tutur və özünə məşq eləyir ki, mən yeməlilər, içməlilər zamanında yeyeyim və hətta buyurur ki, yeyəndə də bütün qarnınızı doldurmayın və o zaman ki, istəyirəm danışam, haqqım yoxdur, o sözləri danışam ki, orucum batil ola. Allahın dilinə bir söz bağlayım, Əhl-i Beytin dilinə bir söz bağlayım, qeybət eləyim, insanların ürəyin sındırım. Və Peyğəmbərimiz buyurur, çoxlu oruç tutanlar vardılar ki, oruçsuzdular. Yəni, heç bunlardan qəbul olunmur. Ya əhkamın yerinə yetirmirlər, ya əxlaqın yerinə yetirmirlər ki, savabı bunlara qalmır və əsəri qalmır. Amma o zaman ki, biz oruç tuturuq və məşq eləyirik özümüzlə ki, indi gözüm gördü bu qəzanı, ürəyim də istəyir, amma mən yemirəm indi. Və onda da yavaş-yavaş adət eləyərəm ki, daha baxmayım, baxsam əziyyət oluram. Gözümdən bir sahab duyum. Mən əgər baxsam bu qəziyə, ürəyim istəyir yiyeyim. Əgər baxsam bu suya, içməliyə, çaya, istəyirəm ki, içim. Adam özü bilə ya bilməyə, içəridən istəmir ki, istəyir səbr eləsin, içəridən əmr olunur gözünə ki, göz baxma. Ya gördün, davam etməklə. Və bu insanın, bu oruçdur ki, insanın gözün bilə-bilə ya bilməyə gözün hidayət eləyir, gözün tərbiyə eləyir. Danışma da bir cür. O zaman ki, istəyirik danışaq. Buyurur ki, Əmirül-Möminin buyurur ki, ağılsız insanların dilləri ağıllarından qabaqdır. Yəni, elə istəyirlər, danışırlar. Amma ağıllı insanların dilləri ağlılarının dalısındadır. Ağıl salır, çıxır, görür ki, bu söz deməlidir, deyir. Fikirləşir, sonra danışır. Fikirləşir ki, mənim bu sözüm aya bir nəfərin ürəyinə dəyər, aya bir faydası var, faydası yoxdur. Ona görə çoxlu alimlərdən nəql olub ki, buyururlar, əgər siz dilinizdən sahab olasınız, onda mələkləri göydən yenən mələkləri yer üzündə siz görməlisiniz. Əgər dilinizdən sahab duyasınız və çoxlu alimlərdən nəql olub ki, istəyirdilər, məşq eləsinlər danışmamağı, dillərinin üstünə bir xırdaca daş qoyurmuşlar. Ki, istəyir danışa, o daşı bir təbərtiymiş, çıxaldırmış eşiyə ki, nə qədər ya dərbətiymiş dilinin altına qoyurmuş ki, bir zaman geçsin, görsün ki, bu deməlidir ya deməli deyir. Bir neçə saniyə dayansın, daşı çəkir, məsələn, dilinin altına ki, danışsın, görür, yox, danışmalı deyir ki, nə daşı qoyur dilinin üstünə. Bu məşq eləmə zamanında, bu cür deyir, yəni tövsiyə də olunmur bu iş görülsün ki, boğazlarına qaçsın. Bu deyilibdir alimlərin işlərindən ki, istəyirik deyək ki, bu qədər müraqibət eləyirdilər, özlərini qoyururdular ki, hər sözü deməsinlər. Əgər biz diqqət eləsə, o zaman ki, qarnımız boşdur və oruç tutmuşuq, xüsusən Ramazan ayında, ki, buyururlar ki, şeytanlar bəndidədirlər, ya şeytanların gücləri azalıb və nəfsimiz aram olubdur. Onda görək ki, ürəyimiz çox yumuşanıb, səbrimiz daha çoxalıb. O zaman ki, məsələn, maşın sürürük, yolda gedirik və bir maşın, araba gəlir qabağımıza, tez ona bir cavab verməyik. Tez istəmirik ki, ona bir cavab verək, tez hislənməyik. Ürəyimiz bir yumuşaqlıq varıdır. Və bu Ramazanın və orucun əsərindədir. Bu əsəri biz çoxaltmalıyıq. Bu əsəri alıb və bunu ucatmalıyıq və məşq eləməliyik özümüz ilə. Hansı zaman hisləndik, səbirsiz olduq, bir dayanaq, neçə saniyə özümüzə fürsət verək. Ağla icazə verək ki, gəlsin üstə və bizlə danışsın. Və rivayət vardır ki, buyururlar, sizin fitrətləriniz və ağlılarınız niyə sizinlə danışmır? Olmuya siz qarnlarınızı doldurmusunuz və dünyanın zinətlərini allanmısınız və dünya o qədər sizin ürəyinizi doldurub ki, daha vaxt və fürsət vermirsiniz ağlınıza və fitrətinizə ki, sizinlə danışsınlar. İmam Hüseyin əleyhissalam Kərbəla macərasında buyurdu ki,
bilirsiniz niyə haqq sözünü eşitmirsiniz? Ya qulağınıza dəyir və düşünmürsünüz ki, Quranda buyurur, sommun, bukmun, omyun. Bilirsiniz, ona görə ki, sizin qarnılarınız doludur haramla. O zaman ki, insan hər zadı qarnına doldura. O zaman ki, insan oruç tutmağı özünə məşq eləməyə, onda haram da qatışar içinə. O insan ki, oruç tutur, Ramazan ayı, başqa günlərdə oruç tutur, yediyinə diqqəti eləyir, bu insan bu ki, haram qatışa çörəyinə imkanı azalır. Və əgər Peyğəmbərimizə vəhy nazil olur, buyurur ona görədir ki, fitrəti, ağlı və ruhi üstədir Peyğəmbərimizin və buyurur, mən qarnımı heç vaxt bir dəfə də olmadı ki, bütün dolduram. Ki, əgər qarnımı doldursam, əgər dünyaya təvəccühüm çox olsa, əgər ağlı mən dalıya salam, fitrətimin üstünü dolduram, onda məndən danışmaz ağlım, fitrətim və vəhy mənə nazil olmaz. Və əgər Allah-u Teala istəyir İmam Hüseyni Kərbəlada və İmam Hüseynin xidmətində olan şəhidləri qəbul etsin. Bunları sevir ki, qarınları çörəkdən və sudan xali olsun. Heç bir mane olmasın, fitrətləri ilə danışsın Allah bunlarından. Hər ləhzə bunlara vəhy ilə danışsın, fitrətləri ilə söhbət eləsin. Allahın vasitəsi insanlarla danışmağa fitrət və ağlıdır. Bu, ağlın və fitrətin üstün tutmaq çox yemək iləndir. Bəs bu oruc bizə kömək eləyir ki, fitrətimiz, ağlımız üstə gəlsin və Əmirul Möminin buyurur, əgər sizin fitrətiniz və ağlınız üstə gələ, danışığınız azalar və danışığınız hikmət olar. Hər nə danışsaz düzdür, yerindədir, həqiqətdir və əsər qoyur və düz əsər qoyur. Və o insan ki, ağlı üstün ola, o insan hər zada baxmaz. Və yenə rivayətdə buyurur ki, hər nə baxırsan və göyürsən və ləzzət apayırsan, ürəyində tikrar olur. Və hər nə ürəyində tikrar olur, imana dönür. Ona görə buyururlar ki, bu dünyada halallara baxın, təbiətə baxın, göyə baxın, göyə baxın, denizə baxın, dəryalara baxın, həlal baxışlarla, həlal gözəlliklərlə ürəcizi doldurun. Hərdən də ki, gözünüzü yumdunuz, ya gözü yummamış Allahı görün. Əmirul Möminin buyurur ki, hər nəyi mən baxdım, ondan qabaq, ondan sonra və ondan bir Allahı gördüm. Allahı içəridə fitrət ilə, ürəyimiz ilə, gözümüz ilə görə, Əhl-i Beyti görə, İmam-ı Zamanı görək ki, Allah-u Teala Quranda buyurur ki, Ən-nəbiyyü əvla bil-mü'minin min ənfusihim. Nəbi möminlərin öz nəfslərindən, özlərindən, canlarından onlara yoxundur. Və o Peyğəmbər bizim ürəyimizdədir. Amma biz ürəyimizin üstün, fitrətimizin üstün doldurmuşuq və görmüyük. Bəs o insanı ki, orucla məşq eləyə və öz fitrətin, öz ürəyin yuxarıya gətirə, öz ağlın yuxarıya gətirə, həm dilinə sahab duyub və dili danışmaz, məyər bu ki, Allah razıdır və hikmət deyər və həm gözünə sahab duyub ki, göz hər zada baxmaz və o ki, göyür gözəllikdir, o ki, göyür Allahdır, Peyğəmbərdir, həqiqətdir, gözəlliklərdir və o zaman ki, dilindən gözü hidayət elədi və kontrol elədi, onda bir imana çatar, bir təqvaya çatar. Ki, Allah-u Teala buyurur ki, orucu sizə verdik ki, siz təqvaya çatasınız. Və insan ki, təqvaya çatıbdır, imana çatıbdır. İman yəni inancı, yəni inanıb, yəni yəqinə çatıb. O insan ki, yəqinlə yaşayır və o insan ki, şəklə yaşayır, çox fərqlidir. Bir insan ki, yəqinlə yaşayır, nə cür aramlığı ola bilər? Bir insan ki, yəqinlə yaşayır, heç bir zada muhtac deyir, heç bir həqiqətə ehtiyacı yoxdur. Allahla, ürəyi Allahın məhəbbəti ilə dolub, Əhl-i Beytin məhəbbəti ilə dolub. Dolur, daşır, ona görədir ki, hər dövr ətrafında nə vardı sevir və məhəbbət eləyir və məhəbbət ilə doldurur. Ona görədir ki, deyiblər ki, siz möminlərlə mülaqat eləyin.
hər kimsə mömini mülaqat eləsə, Allaha mülaqat eləyibdir. Ona görə ki, möminin ürəyində Allahın məhəbbəti var və Allahın məhəbbəti çehrəsində, üzündə və bütün əməlində daşır və görsənir eşiyə. Ustadlarımızdan biri var idi, söhbət olundu, mən biləsinə dedim ki, mənim niyə iztirabım çoxalıb, stresim çoxalıbdır. Dedi, sən acsan. Dedim, yox, ustad, mən ac deyirəm. Dedi, yox, ruhi aclığı deyirəm. Aha, maddi aclığı yox. Maddi aclıq daha yaxşıdır. Ruhi aclıq. Ruhi aclıqdır ki, səndə vardı. Dedim, ruhi aclığın mənası nədir, nə mənə istəyirsən deyəsən. Bəli. Deyir, sən əgər Allahı və Əhl-i Beyti ürəyində göyənmirsən, əqəlli o möminlər ki, göyürlər onları çox get gör. O möminlər ki, sən bilirsən bunların ürəkləri yumuşaqdır. Bunlar oruc əhlidirlər, bunlar səbr əhlidirlər. Bunlar dillərinə, gözlərinə, ürəklərinə sahabdılar və qoyururlar bunları. Bunların ürəklərində Allah və Əhl-i Beyt dayanıblar. Bunları niyə az göyürsən? Niyə bunların az mülaqat eləyirsən? Ki, Allah-u Teala'dan bir qudsi hədis var ki, buyurur, mən yeylərdə və göylərdə sıxılmayam, sıxışmayam, amma möminin ürəyində mən sıxılıram və yer oluram, yer tapıram və buyurur ki, mənim evimdir möminin ürəyi. Ona görədir ki, Peyğəmbərimizin vücudu Allahın evidir, Allahın beytidir və Əhl-i Beytin və İmam-ı Zamanın vücudu Allahın beytidir. Hər kimsə ona görədir ki, Əhl-i Beyti, Peyğəmbərimizin əqrəbasın sevə və istirə, həqiqətdə Allahın evin və Allahın özün sevibdir. Və oruçdur ki, bizə kömək eləyir. Ona görə Allah-u Teala buyurur ki, namazdan və səbridən, yəni oruçdan ki, təfsirində buyurublar, kömək alın, ta təqvaya çatasız, Allaha çatasız, imana çatasız. Və oruçdur ki, bizə kömək eləyir, gözümüzdən sahab duyaq. Bir kimsə ki, oruçdur, ancaq gözündən sahab durmaya, orucun tutanmaz. Gözündən sahab durmaya, birinci qədəm, ikinci addımda savabı əlindən çıxar, sonradakı addımlarda eləyənməz orucuna davam eləsin. Hər zada sən baxırsan, onu yemək istəyirsən. Hər bir harama baxırsan, ona yoxunlaşmaq istəyirsən. Orucuğu davam eləyənməsən, bu gözündən sahab durmasan. Amma biri istəyir oruç tutsun, gözündən sahab durur. Biri istəyir oruç tutsun, Allaha yoxunlaşsın. Deyir ki, mən niyə dilimdən sahab durmuyorum? Bir söz deyim ki, ürəyə dəyirsin. Və hər kimsə orucla əxlaqa və təqvaya çata bilər. Və hərdən də eləyə bilir təqvadan və əxlaqdan kömək alaq oruca yetişməyə. Yəni bu ki, qarşılıqlıdır da. Bəli, bunlar bir-birlərinə əsər qoyurlar. O zaman ki, görürəm oruca mənim yaxşı oruç tutmağa tofiqim yoxdur. Hövsələm yoxdur. Halım yoxdur, tofiq tapamıram, bəli, və başa çatdıramıram və oruçlarım da öcür, yəni dolu oruç deyirlər, əsər qoyan oruç deyirlər. Onu da əxlaqdan kömək alım, təqvadan kömək alım. Özümə məşq eləyim dilimdən sahab durmağa. O zaman ki, istəyirəm danışam, çox yox, 1, 2, 3 saniyə dayanım. Bu az dayanmaq ağla bir meydan vermədir, fitrətə bir meydan vermədir. Bəzi şəhərlərdə var, bəzi insanların içində var, deyərlər, mən çox hazır cavabam. Və çoxlu insanlar da sevərlər bunu. Bizim ustadımız var idi, Təbrizli idi, Allah rəhmət eləsin beləsinə. Deyərdi ki, Təbrizdə bəziləri deyərlər, mən çox hazır cavabam. Amma mən Təbrizliyəm və bütün nəslim də Təbrizdə olub. Mən deyirəm ki, mən heç hazır cavab deyirəm. Ən əlkən və lal insan cavabda mənəm. Ona görə ki, dayanaram. Ona görə ki, heç vaxt tez danışmamışam. Bir fürsət verəm, fitrətim danışsın. O zaman ki, mən fürsət verməyəm, hazır cavabam. Hazır sözü ilə hazırlamışam deyəm. Özümə fürsət verməyəm, fitrətə fürsət verməyəm, ağla fürsət verməyəm, bunlar küsüb gedərlər. Necə ki? Yerin nəfs şeytan doldurar, ha, usta? Bəli. Peyğəmbərimiz buyurur ki, əgər siz fitrətinizə və ağlınıza meydan verməyəsiniz, sizdən küsüb qaçar. Küstürməyin ağlınızı və fitrətinizi və onlara meydan verin. O zaman ki, istəyirsən danışasan, istəyirəm danışam. Çox yox, az bir fürsət verim, bu ağıl gəlsin, məndən danışsın.
ürəyim məndən danışsın ki, bu söz deməlidir ya deməli deyil. İstəyirəm baxam, diqqət ilə baxam. Özümə bir az fürsət verim, gözümə örgədim ki, hərzada baxmazlar. Hərzada göz düşdü, davam etməzlər. Ağla, fitrətimə və ürəyimə bir fürsət verim ki, mənlə danışsın. Və yenə həmən ustad ki, söhbəti də keçdi. Ustadımız dedi ki, niyə ürəyinlə danışmırsan? Mənə çox əcib sözlər idi bu sözlər. Dedim, nə cür ürəyinlə danışım? Deyir, sən özünlə bir xəlvət eləmirsən, özünlə bir təhləmirsən ki, ürəyinlə danışasan, görəsən ürəyimin içində sənin ağlın, fitrətin ki, haman Allahın tərəfindən sözdür. Sənə nə mənə danışır? Sən elə özünü məşğul eləmirsən dünya, qaçırsan burana, qaçırsan o yana, tez-tez danışırsan, tez-tez baxırsan, nə qulağından sahibsan, gözündən sahib deyirsən, öz işlərindən sahib deyirsən, bir cür istiraba düşmüsən. Niyə bir fürsət vermirsən ki, sənin ürəyin səndən danışsın? Və bu oruc bizim ürəklərimizi yumuşarlar və bizə kömək edir ürəyimizdən danışaq və əksi də var. Yəni nə cür? Yəni biz ürəyimizlə danışaq, biz əxlaqı riayət eləyək, biz danışığımızda, baxışığımızda səbr edək, sahab duyaq, onda görəyirik ki, orucumuz daha fərq eləyir. Ona görə diqqət eləyək. Bundan sonradakı günlərdəki Ramazandan qalır, diqqət eləyək. Gözümüzdən sahab duraq və qoyuraq gözümüzü. Dilimizdən sahab duraq və qoyuraq, ürəyimizi qoyuraq. Və sahab duraq, sonra görək ki, bu oruçdan bizim ləzzətimiz nə qədər çoxalır. Fərqlənir. Nə qədər fərqlənir və bu qədr gecələrinə nə qədər biz eləyə bilirik amadə olaq. Qədr gecəsinə amadə olmaqlıq bu məniyadır ki, mən qabımı təmizləyirəm, qabımı ikəldirəm ki, İmam Zaman ver. Allahın tərəfindən hidayət göndər. Allahın tərəfindən mənim ürəyimi, mənim vücudumu təmizlə və məni öz tərəfə hidayət eləginən. Allahın tərəfinə hidayət elə. Bunu məşq eləməklə, əxlaqiyyatı məşq eləməklə görək ki, nə qədər bizim orucumuz fərq eləyir. Onda görəcəyik ki, ürəklərimiz də yumuşanır. Və o zaman ki, az da addım atasan və gördün ürəyin yumuşandı və orucun daha yaxşı oldu, onda bizə də inşallah dua eləyin. İnşallah. Və bu həqiqəti yaddan çıxartmayaq ki, bizi oruc təqvaya yetirir və təqva və əxlaq da bizi orucumuza keyfiyyət verir. Və o zaman ki, orucu keyfiyyətli tutduq, onda ürəyimiz yumuşandı və gördük ki, elə bir ki, ürəyimiz fərqlidir. Onda çox dua eləyək. Kimə dua eləyək? İmam-ı Zamanın bizə çox haqqı var. İmam-ı Zamandır ki, hər nə xeyri var buyurur, biz Əhl-i Beytidən gəlir sizə tərəf. Siz bilmirsiniz, amma biz bilirik. Siz bizi görmürsünüz, amma biz sizi görürük. İmam-ı Zamana dua eləyək. Ana atamıza çox dua eləyək. Onlar vasitə oldular. Allah onları intixab elədi, seçdi. Vasitə olsunlar bizim xilqətimizə. Bizim xilqətimizdə Allahla, bizim xaliqimiz ilə bizim ortamızda ata-ana vasitədir. Ata-analarımıza. Hətta ustadlardan buyururlar, çoxlu sizin problemləriniz var. Ona görədir ki, ata-anaza dua eləmirsiniz. Və ata-ana, həm ata-anaz, yəni mənzurumuz nəzərdir və həm bu ki, əcdad, cəddilər və böyük ata-analar ki vardı. Həzrət Adəmə kimi hər kimsə var və bizi bu dünya gətirmədə bir vasitə olubdur. Hamısına dua eləyək, hamısının tərəfindən istiğfar eləyək. Və bu yenə bir addımda bizi orucun keyfiyyətinə kömək eləyəcək. Üçüncü kimsə kimdir ki, dua eləyək? Üçüncü kimsə özümüzə dua eləyək. Əgər imama dua elədik, ana-atıya dua elədik, onlar ki, haqları var bizim boynumuzda, ondadır ki, yol açılar özümüzə eləyən dua qəbul olar inşallah. Buyururlar ki, həm dünya duası eləyin, həm axirət duasını. Amma bilin ki, dünya duası çox mühümdür, çox qiymətlidir. Amma bilin ki, axirət və iman və din duası daha üstündür və qiymətlidir. Bəs oruc bizi əxlaqa yetirir, əxlaq da kömək eləyir biz orucumuz keyfiyyət tapsın və hamısı bizə təqvayı yetirir və təqva duayı yetirir. Dua bizi hara yetirir? Allah-u Teala buyurur ki, ey Peyğəmbər,
O zaman ki məndən soruşurlar. Əza səələkə ibadi ənni fə inni qərib. Mən çox yoxunam. Düz. Ucibu dəvət hətta əza dəan. O zaman ki ucib yəni mən gözüm deyərəm gözüm üstə. Mən onu icabət eləyərəm. Onu yerinə yetirərəm. O zaman ki dua eləyən nə istəyə? Demir dua eləyə. O zaman ki dua eləyən bir məqama çatır ki, mənim özümü istəyir. Əza dəani. Dua eləyən o zaman ki bu məqama çatdı ki, mənim özümü sevdi və məhəbbət çoxaldı və mənim özüm istədi, mən deyərəm gözüm üstə. İndi mən verirəm sənə. Və hər nə dua eləsək də elə hökmü budur. Allah Teala yetər tez ya vaxtında fərq eləmir. Buyururlar ki, Allah Teala o zaman ki dua eləyirsiniz, duadan qabaq sizin duanızı qəbul edibdir, amma vaxtı müəyyən deyil. Amma buyurur ki, dualarınız da sizi yetər bir yerə ki, Allahın özünü sevərsiniz. Allahın özünü sevdiniz və ürəyinizdən istədiniz, Allah buyurar, mənim gözüm üstə, mənim vücudum sizin xidmətinizdə. Allahın vücudu, Allahın dolu məhəbbəti və ona görə də buyurur ki, mən müminin ürəyində yer olam və müminin ürəyi mənim evim olar və müraciət eləyərəm. Deyərəm, məni istəyir bu, məni sevir bu və onun ürəyində qərar taparam. Və o zaman ki, Allah Müteal bir insandan sahab oldu, onda Allah Müteal özü o insanın gözü olar. Mən dünənə kimin gözümdən sahab duyurdum? Yox, bir məqama Allah çatdırır ki, daha Allahdır ki, o gözdən sahab duyur. Allahdır ki, o dildən sahab duyur. Allahdır o ürəkdən və qulaqdan və bədəndən və ruhdan və nəfsidən sahab duyur. Ona görə gözü olur Eynullah. Dili olur lisanullah. İn huvə illa vəhyun yuha. Əli olur yadullah. Buyurur ki, ma rəməytə iz rəməyt fə innəllahə rəma. Peyğəmbərin haqqında Allah Teala buyurur. Və qanı olur sarullah. Allahın qanı. Və söhbət düşəndə İmam Hüseynindən ki, sarullaha şöhrət var idi. Belə deyərəm. Deyərəm ki, Allah Teala buyurur ki, mənim qanımı tökdülər. Yəni İmam Hüseynin qanına sarullah deyir. Və İmam Hüseynin danışdığı Allahın sözləri idi. İn huvə illa vəhyun yuha. O zaman ki danışırdı və bu danışığı qət elədilər, Allahın sözünü kəsdilər, Allahın qanını tökdülər. Bəs insan orucla, əxlaqla, təqva ilə, Əhl-i Beytin məhəbbəti ilə və lütfü ilə bir məqama çatar ki, Allah deyər ki, bunun qanı mənim qanımdır. Bunun danışdığı mənim danışdığımdır. Bunun gözü mənim gözümdür. Bəs biz deyək ki, əbədiyyətə kimi biz gözdən sahab duyaq. Əbədiyyətə kimi biz dilimizdən, ürəyimizdən sahab duyaq. Yox, bunlar hamısı məşq edilər ki, Allah sevsin və sahab dursun inşallah özü. Bəli, çox gözəl ustad, Allah razı olsun. Həqiqətən dəyərli nöqtələrə toxundunuz. Sonda bir dua edin ustad, 8-ci gündə bizə amin deyə inşallah. Allahdan istəyirik ki, bizə tövfiq versin. Deyir ki, arzudur, amma o qədər Allahın məhəbbəti yekədir, ucadır. Əhl-i Beytin məhəbbəti və lütfləri ucadır ki, biz bu arzuları, bu pis əməllərimizlə, çirkin ruhumuzla amma bu arzuları eləyirik. Düz. Allahdan istəyirik bu günlərin hörmətinə bizim vücudumuzu bir özü tərbiyə eləyib və özü bəyənənlərdən qərar versin inşallah. Bizlərin özlərimizi, ovladlarımızı, nəslimizi İmam-ı Zamanı sevən insanlardan qərar versin və İmam-ı Zamanın zuhurunda təcil eləsin. Allahümmə salli alə Muhammed və alə Muhammed. Allah razı olsun. Mən də öz adımdan verilişi adından sizə dərin təşəkkürümü bildirirəm. Dəvətimizi qəbul etdiyinizə görə bir daha Allah ibadət və itaətlərinizi qəbul eləsin. Belə dəyərli tamaşaçılar, həqiqətən çox maraqlıdır. İnsan dilinə sahib çıxa və nəyi harda gəldi danışmaya, gözün kontrol edə, göz günahlarından uzaq ola və edə bilək Allah deyən həyat tərzini yaşaya bilək. Allah oruc və ibadətlərinizi qəbul eləsin. Növbəti verilişlərə qədər Allahın amanında.